Salam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Qarşıdakı bir saat ərzində mən Günay Xəlil və Orxan Sübhan sizinlə olacaq. Offside efirdədir. Salam Orxan, xoş gəlmisən. Xoş gördük Günay. Salamlayıram həm səni, həm bizə baxanları və yaxud da izləyənləri. Fərq eləmir. Xoş gördük. Mən şükür Allah bura gələndə inan mənə əhval-ruhiyyə həmişə lap o yüksək səviyyədə olur. Səni bilmirəm. Gözəl mahnı ilə məncə giriş elədik verilişimizə. Miley Cyrus deyir ki, mən özümə gül ala bilərəm. Sən gül ola bilərsənmi yoxsa? Məncə hər bir qadın özlüyündə bir güllü çiçəkdir. Məncə futbola keçid eləsək daha yaxşıdır. Güldən çox bizi otun üstündə... O artıq mənlikdir də Günay. Ora kimi gələ bilərdim, oradan o tərəf mənlikdir. Güldən çox bizi otun üstündə yaşananlar daha çox maraqlandırır. Braziliya çöllüklərinə gedəcəyi, Braziliyaya yollanacaq, gettolarına səfər eləyəcəyi buradan. Çünki Braziliyada Juninho karyerasında səhv eləmirəmsə artıq 4-cü titulunu qazandı. Flamengo komandasının götürsəydilər mənim Flamengoya, gedib oturardım onların ehtiyat oyunçular skamyasında. Maşallah dambadrum deyə qazanır bir ucdan. Oynamaya. Məni aparmazlar. Braziliyalı olsaydım pasportunda Braziliyaya yazılsaydı. İnan ki, Braziliyada Juninho'dan o qədərdir ki, çuğun vedrə ilə. Yaxşı, Braziliyada tapa bilmirdilər, onu gəlib Qarabağdan. O maraqlı da burasıdır da. İndi hələ başqa bir xəbər də var. Qarabağın başqa bir futbolçusunu da istəyir Flamengo. Bu barədə danışaq qabaqki dəqiqələrdə, amma hələ Juninho ilə davam edə bilərik. Çünki hər nə qədər Qarabağın keçmiş futbolçuları biraz iz qoyub gedirlər. Xüsusilə Braziliyalılara, elə Kaydisi olsun və ya elə Juninho'su olsun. Görəsən Juninho üçün ehtiyatda qalıb Flamengo'da belə titullar qazanmaq daha xoş gəlir özünə də, yoxsa meydanda hər oyun start heyətdə çıxıb, qollarını sıralayıb Qarabağın heyətində məsələn Azərbaycan kubokunu və ya çempionatı qazanmaq və ya Avropa liqasında 8-də 1 finalda oynamaq. İnanmıram Azərbaycan çempionatını yəni Braziliya çempionatından üstün hesab eləsin ki, hazırda bu məncə razılaş ki, bu düzgün ümumiyyətlə müqayisə deyil. Onların çempionatı hər titulda əslində 4 fərqli tituldur. Biz əgər onların özlərinin tanımadığı futbolçuları bağrımıza basıb meydana buraxırıqsa, gör indi onlarda nə qədər biyaqlar dedim, onlarda fabrikdir də, futbolçu fabrikidir. Yəni kifayət qədər Juninho'lar var. Sadəcə bilmirəm indi Allaha qurban olum, hər bir qisməti var da. Nə yorduq, nə yapdıq, hazırca kökə tapdıq. Buna deyirlər. Biz tapmışdıq həmin kökəni. Sadəcə necə deyim, bəlkə də elə vaxtında getdi. Qurban müəllim də bir neçə dəfə dedi mətbuat konferansında ki, Juninho sonuncu mövsümü oynamırdı. Konkret yola verirdi. Yəni adamın yola verirdi sözünü mən əlavə edirəm həmin o cümləyə. Adamın fikri dağda bağda idi. Ya Flamengo ya Sevilla variantı, 2 variant var idi. Nəhayət getdi. Bir də mən tərəfdarı deyiləm buradan gedənləri qaytarıb gətirməyə. Çünki azarkeşlər ümumiyyətlə simpatiya bəslədiyi xüsusilə Qarabağın futbolçuları var idi ki, məsələn buradan gediblər, sonradan arzulayıblar onların yenidən geri qayıdıb gəlməyin. Ancaq faktiki olaraq gördüyümüz nədir? Gedən qayıdıb gələndən sonra gedənə qədər göstərdiyi performansı göstərə bilmir. O yüzden mən deyirəm ki, qardaşlar, gəlin bu Juninho temasını ümumiyyətlə bir dəfəlik bağlayaq. Bəlkə daha yaxşı futbolçu gətirəcəklər. Heç yaxşı futbolçu deyək ki, ümumiyyətlə indiyə kimi Juninho gələnə qədər Juninho tanıyırdıq biz. Yox. Ancaq gəldi, adam meydanda göstərdi ki, doğrudan Qarabağa yaxşı səviyyədə kömək eləyə bilər. Eləcə də indiyə kimi gedib qaydan çox adlar çəkə bilər. Patrick Andradesin, nə bilim canım sən desin, Kadisin o effekti vermədilər də qaydandan sonra. Ona görə düzdür, bugün Juninho bu günlər bizim üçün maraqlı ola bilər. Ancaq məncə bu mövzunu ümumiyyətlə bir dəfəlik bağlayıb sandığa qoymaq lazımdır. Ağzını da yaxşı-yaxşı qıfıllamaq lazımdır ki, qoy başqa artıq duranlar gəlsin. Qarabağdan ayrılacaq bir futbolçu da var. Az öncə qeyd elədin ki, yəni nəzərdə tutulur, elə Flamengo maraqlanır həmin futbolçu ilə. Kimdir bu oyuncu? Mateus Silva'dır. Belə məlumat, belə informasiya var, mətbuatda yazılanlara inansaq, zaten biz Qarabağın içindən xəbər çıxara bilmirik. Belə də elə deyir. Ona görə də mətbuatda yazılanlara inansaq, Mateus Silva'nı, hətta Flamengo Mateus Silva'ya görə 6 milyon avrosundan keçməyə hazırdır. Hətta ola bilər ki, belə bir variant da var ki, həmin o xəbərin içində. Ola bilsin ki, Flamengo Juninho'nu dəyişdiriş eləsin Mateus Silva ilə. Mateus Silva bura gələndə səhv eləmirəmsə 400 yoxsa 450 minə almışdılar onu Lokomotivdən
Bolqarıstan Lokomotivindən almışdılar. Ancaq adam gələndən sonra uzun müddət adaptasiya dövrü keçirdi. Yəni adaptasiya ola bilmirdi Qarabağa. Son mövsümü yəqin təsdiqləyərsən, son mövsümü həddindən artıq bir yüksək performans nümayiş elətdirir ki, şəxsən mən onu ondan gözləmirdim. Düzdür, Qurban müəllim Mateus Silvanı bir neçə mövqedə yoxladı, hətta mərkəz müdafiəçi kimi də oynatdı. Ancaq Mateus Silva bu il tutuzdurub elə bil. Məncə gedəcək Flamengo'da olmasa, başqa bir bəlkədən Avropanın klubu ola bilsin ki, elçi düşsün. Statistikaya baxanda hər dəfə Mateus Silva ilə bağlı yeniliklərə rast gəlirik. Çempionlar Liqasının statistikasına gedir söhbət, Azərbaycan çempionatının yox. Adam doğrudan, yəni yaxşı mənada, təbii ki, təkcə məni yox, bütün futbola baxanları, Qarabağın oyununu izləyənləri təəccübləndirmədə davam edir. Qarabağın heyətindən gedən futbolçularda hamımız düşünürük ki, kim getsə də onların yeri doldurulacaq. İndiki halda hansı futbolçuları buraxmaq olmaz komandanın heyətindən? Qətiyyən Marko Yankoviçi buraxmaq olmaz. Bax, Qarabağda mən sənə deyim, sağ, sol bu cinahlarda demək olar ki, rəqabət var. Elvin Cəfərquliyevi Toral əvəzləyə bilir. Mateus Silvanı da Bolt azdan çoxdan əvəzləyə bilir. Yəni gələcəkdə Bolt da ola bilsin ki, hələ adaptasiya dövrü keçir, təzə gəlib adam. 6 ay olmayıb gəldiyi. Sağ-sol rəqabət var. Arxa müdafiə xətti. Orada da demək olar ki, rəqabət var. Düzdür, Bədavini deyirlər mövsümün sonunda gedəcək. Medina ilə Bəhlul bu gün oynayırsa, Emmaye'nin adı gələndə adamlar var ağız burun əyirlər. Misal üçün onun hələ də razıyam. İlk mövsüm üçün bəs? Hələ misal üçün Emmaye hələ tutuzdura bilməyib. Ancaq mənə elə gəlir ki, gələcək üçün indi icari əsasında oynayır Qarabağda bildiyim qədər. Yəni gələcək üçün Emmaye də özünə söz etdirməyə bacara bilər. Yəni müdafiə xəttini götürsək, yəni dördlü müdafiənin rəqabət var orada. Hər mövqedə 2 futbolçu var. Qaldı ki, ön cərgədə, misal üçün Zubiri Addayı hardasa əvəz eləyə bilər və yaxud da Leandro Andradeni, bəlkə də Kaşuk, bəlkə niyə deyirəm, burada böyük bir sual işarəsi var. Necə ki, Marko Yankoviç dedim bir qədər əvvəl. Eyni həmin o siyahıya Leandro Andradeni də əvəz eləyərdim. Baxmayaraq ki, həmin mövqedə Kaşuk oynaya bilir, ancaq yenə də Leandro Andrade'dir, Marko Yankoviç'dir. Bunlar Qarabağ üçün məncə hələ ki əvəz olunmaz futbolçulardır. Hücum xəttinə gəlincə kimlərin getməsini istəyərdin? Maraqlı bir yazı çıxdı qabağıma mətbuatda. Yəni öz ötən gün Nəriman Axundzadə qol vurandan sonra Ajax ehtiyatda ol, Nəriman başlayıb vurmaq. Yəni həqiqətən, yəni necə deyim, hücum xəttində necə rəqabət yaratmaq lazımdır artıq. Qurban müəllim bunu təsdiqləyib. Karvanla oyunda Duran sağ cinah vingeri kimi oynayırdı. Hansı ki, məncə hücumçu kimi daha yaxşıdır. Daha çox xeyir verə bilir komandaya. Məsələn, hücum xəttində hökmən rəqabət yaratmaq lazımdır. Bugün Duran varsa, yanına bir alternativ bir variant da olmalıdır. Hökmən çünki Çempionlar Liqasında oynayırsan, yəni bizim özdə nəzərə alsaq ki, sabah 24-yə düşmək üçün Günay, komandaların xallarının sayı eyni olacaqsa, orada top fərqinə baxacaqlar. Bizdə bildiyim qədər 8 top vurmuşuq 5 oyuna. 9 top buraxmışıq, mənfi 1-dir. Bu mənada biz səhv eləmirəmsə Juventusu qabaqlayırıq, yoxsa Napolini qabaqlayırıq. Xallarımızın sayı deyəsən eynidir. 7-7-dir. Ancaq top fərqinə görə biz Napolini qabaqlayırıq. Yəni sabah bax bir top belə bizim müqəddər altımızı həll eləyə bilər. Biz zaten bura kimi cırmaq gəlmişik də və fikirləşirik ki, hansı oyundan neçə xal çıxarda bilərik bundan sonra qalan 3 oyundan. Ki biz 24-yə düşək. Əslində çox böyük uğurdur ya. Biz dünənə qədər Çempionlar Liqasında əgər əsas mərhələyə düşməyi hədəfləyirdiksə, arzulayırdıqsa, biz artıq həmin o mərhələdə 5 oyuna 7 xal toplamışıq. Bizim artıq 24-yə düşmək şansımız var. Niyə bu şansı dəyərləndirməyək? Ona görə də Ajax'la oyun qızıl oyundur. Deyərdim ki, 3 xal yox, hətta 6 xala bərabər bir oyundur. Biz əgər buradan 3 xal çıxara bilsək, biz böyük ölçüdə təmin edirik 24-yə düşməyi. Sonraki 2 oyunun hərəsindən bir xal olsaydı, ümumiyyətlə o necə deyim, möhtəşəm olardı. Ona inan, biraz Liverpool'la oyun biraz səhvlərimsə 11 xal idi minimum komandaların o 24-lüyə düşməsi üçün. Bu dəfə yenə də bizə hər ehtimal üçün o bir xal da lazımdır. Məncə 11 xalla düşmək olar. Məncə. Bax burada, hətta bu günləri bizim Real baxaq da 2 dənə möhtəşəm oyunumuz var Bakıda.
Çox vacib oyunlardır bunlar. Həm Ajaxla, həm də Eintracht Frankfurtla. Hər iki oyunu uda bilərikmi biz? Bax, bu çox çətin sualdır. Ajax indiyə kimi bütün oyunları uduzub. Bizə də uduzacaqmı? Ajaxın adı artıq bəs eləyir. Mübarizə aparacaqlar. Ən azı adları üçün yarışacaqlar. Döyüşkənliyi nümayiş elətdirəcəklər. Ancaq mən həmişə deyirəm, Qurban Qurbanov güclü psixoloqdur. Qurban Qurbanov oyunçuları elə motivasiya eləyir ki, elə bilirsən Yankoviç yox, nə bilim, Lamin Yamaldır. Və yaxud da Duran yox, Mbappe'dir. Yəni, fikrimi izah elə bilirəm də, yəni adamlar 90 dəqiqə döyüşəcəklər. Ajaxı udmaq üçün əllərindən gələni eləyəcəklər. Ancaq bunu bacaracağıq-mı? Bax, əsas bu suala cavab tapmaq lazımdır. Əslində rəqib də elə bu mübarizliyə. Eyni zamanda Eintracht Frankfurtu da həmin o Ajaxla eyni cərgəyə qoymaq lazımdır. Hər ikisi düzdür, Bakıdadır. Biri Niderland, biri də Almaniya təmsilçisidir. Heç də zəif komandalar deyil. İndiyə kimi göstərdikləri nəticələr də hər kəsə məlumdur. Ancaq yəni biz bura kimi gəlmişiksə, əgər biz Bakıda Chelsea ilə möhtəşəm bir oyun oynayıb oradan xal çıxarmışıqsa, məncə həmin oyunu nümayiş elətdirsək, Qarabağ hər iki komandanı məğlub eləyə bilər. Chelsea demiş, yeri gəlmişkən noyabr ayında Chelsea'nin uduzmadığı, daha doğrusu qalib gəlmədiyi iki komanda var. Bunlardan biri Arsenal'dır, digəri isə Qarabağdır. Həqiqətən bu, yəni yüksək, doğrudan, yəni heç kim gözləmirdi. Mən hərdən deyirlər ki, misal üçün yuxarıdan aşağı baxırlar. Əslində bu bizim işimizə yarayır. Bizə yuxarıdan aşağı qoy baxsınlar. Qoy baxsınlar. Hələ ki, belə təsəvvür eləyirlər ki, Qarabağ Çempionlar Liqasında sürpriz komandalarından biridir. Conte də bunu mətbuat konfransında bəyan eləmişdi. Açıqlamamışdı. Çünki həqiqətən Qarabağ bu günləri elə bir dənə performans göstərir ki, məncə ən yaxşı mövsümünü keçirir Qarabağ. Necə ki, ötən mövsüm Qarabağın ən zəif mövsümü idi. Bu il Qarabağ yüksəlişdədir. Və bu yüksəlişdən istifadə eləmək lazımdır. Futbolçularda o potensial var. Qurban o potensialı üzə çıxarıb bizə. Artıq nümayiş elətdirib ki, istənilən komanda ilə başa-baş mübarizə apara bilərik. Qoy aparsınlar. Bir şey qalmayıb. Soyub gətirib quyruğunda saxlamışıq. Çox az qalıb. 3 addım qalıb. Yəni o finişə çatmaq üçün. Düşək 24-düyə, sonrası Allah kərimdir. Nə olar? Məncə, necə deyim, pis nəsə olmaz. Məncə üzümüz güləcək yenə. Necə ki, Qarabağ bura qədər üzümüzü güldürə gətirib. Kim ki deyir, nə bilim, Napoli ilə oyun, Atletik Bilbao ki, uduzduğumuz oyunlar deyirəm ha. Ki, Qarabağ oynamadı, səhvi var. Qarabağ bütün oyunlarda var gücünü ortaya qoyub. Ancaq rəqib sənə nə qədər icazə verirsə, sən o qədər oynaya bilirsən. Yəni, nəsə göstərə bilirsən. İndiki dönəmdə futbolda əslində bu formadadır. Daha çox şansdan da çox şey asılıdır. İndi şans da çox vacibdir burada. Düzdür, Qarabağı bura qədər şans gətirməyib əslində, amma döyüşkənlik, əlbəttə döyüşkənlik gətirib, orada məşqçilər heyətinin də necə deyim, beyinlərinin məhsulu gətirib. Burada xırda çox o qədər amillər var ki, bunları hamısını bir yerə toplayanda olur nəticə. Orada şans da var, ağıl da var, canım sən döyüşkənlik də var, əzmkarlıq var, o psixoloji komandanı motivasiya edib meydana buraxmaq amili də var. Bilsən, xırda çox məqam var ki, hərdən bəlkə də kimlərinsə gözündən yayınır. Yəni, azarkeşlər var ki, elə şeylərə fikir vermirlər. Yəni, onlar futbola o 90 dəqiqə baxırlar, vəssalam. O 90 dəqiqə udaq. Beyində bir dənə şey var, yəni, bir dənə bu oyundan 3 xal çıxaraq və yaxud da uduzmayaq. Kimi fikirlər, yəni biraz hərdən insanları çaşdıra bilər də. Burada yenə deyirəm, xırda məqamlar çoxdur. Hamısına diqqət yetirmək lazımdır. Oynaya bilərik. Biz zaten Ajaxla ötən mövsüm oynamışıq. Baxmayaraq ki, uduzmuşduq. Həmin oyunu göstərmişdik ki, Ajaxla oynaya bilirik. Hələ Ajaxın onda daha yaxşı vəziyyəti idi. Ajax həmin oyunda qol vurana qədər biz artıq qolu vurmuşduq. Sadəcə Romao'nun, necə deyim, ağılsız bir hərəkəti bizi 10 nəfər azlıqda qoymuşdu ki, 10 nəfərlə sən 11 nəfərlə nəsə eləməyə çalışırsan, 10 nəfərlə sənə həddindən artıq çətin olacaq. Bizə belə oyunlarda, belə xırda məqamlar deyirəm, belə xırda məqamlara fikir vermək lazımdır, həm də ona görə ki, belə səhvlər eləməmək lazımdır. Sən motivasiya olmusan meydana çıxıb ən azı uduzmamağı, ancaq çıxırsan xırda bir səhv və buraxılan 3 cavabsız qol nəticədə
meydandan məğlub ayrıldın Bakıda. Ancaq həmin o necə deyim, onlar qırmızı vərəqəyə qədər Qarabağ o qədər yaxşı oynayırdı ki, bir yaxlar dedim qol vurmuşduq, ancaq saymamışdılar. Ofsayt səbəbi ilə. Vara baxandan sonra oldu, səhv eləmirəmsə. Yəni biz bunlarla oynaya bilərik qardaş. Sadəcə bax növbəti şans gəlir əlimizə. Adama da şans bir dəfə, iki dəfə düşür. Yəni hər dəfə belə bir şans düşmür. Növbəti dəfəsində artıq şanslarını özü yararlanmaq lazımdır hökmən. Bütün mövqelər barədə danışdın. Bir qaldı qapıcı mövqeyi, çünki orada da Qarabağın əsas ulduzu ayrıla bilər, amma reklam və musiqi fasiləmizdən sonra danışacağıq. Reklama qayıdarıq. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir və musiqi və reklam fasiləsinə ayrılmamışdan əvvəl dediyimiz kimi Qarabağın daha bir futbolçusuna və qapıcısına son günlərin, son həftələrin, son ayların ən çox danışılanı ulduzu Mateusz Kochalskiyə təkliflər var. Napoli deyirlər ki, maraqlanır bu futbolçu ilə. Xəbərlər sayı çoxdur Kochalski ilə bağlı, gündəlik artmaqdadır özü də. Polşa mətbuatının da burada öz marağı var. Polşa milli komandasının qapıçısı artıq milli komandaya çağırılır Kochalski. Bilirsən, Kochalski ötən mövsümlə müqayisədə çox artırıb. Adam gələndə Buntiçdən və yaxud da Şahrutdindən fərqlənmirdi. Bu mövsüm Kochalski elə qurtarışlar eləyib ki, doğrudan Qarabağa çox kömək eləyib. Ola bilsin ki, geçsin, ancaq bilsən necədir, Qarabağa indiyə kimi Kochalskidən də güclü qapıçılar gəliblər. O qədər qapıçı gəlib gedib ki, daha kimlər gəlib getmədi. Şeyçdən daha yaxşısı var idi. Nə bilim, Asmir Begoviç, bəlkə o möhtəşəm idi. Yəni demək istəyirəm ki, ola bilsin ki, Kochalski də bir gün gedəcək. Yəni burada ilişib qalan deyil ki. Ancaq bugün üçün Qarabağa çox vacibdir. Ən azı 24-yə düşmək üçün mövsümü yola vermək lazımdır. Məncə belə bir variant var idi ki, hətta Napoli, Benfica'nın da adını çəkirdilər. Hansı ki, Qarabağdan oynayan komandalarda onlar canlı iş başında görüblər də Kochalskini. Müştəriləri çoxdur. Sadəcə biraz gözləmək lazımdır. Ən azı mənə elə gəlir ki, 2027-nin yayına qədər bildiyim qədər Qarabağda müqaviləsi var. Hələ var da. Yəni bunu mövsümün sonunda da satmaq olar. Mövsümün sonunda satıb daha yaxşı pul para qazanmaq olar. Məncə gözləmək lazımdır. Qışda imkan vermək lazım deyil geçsin. Borussia Dortmund deyirlər. Onların qapıçısı Kobel'dir deyəsən, səhv eləmirəmsə. Kobel'in yaxşı təklifləri var. 40 milyon avroda qiyməti var. Yayda getməli Dortmunddan. Dortmundda onu əvəzləyəcəklər. Kochalskini də ona görə deyirlər. Belə dedilər ki, Qarabağ 7 milyon avrodan ucuz satmaq istəmir. Düz eləyir. Məncə bundan sonra artıq getdiyə 1 milyona, 2 milyona kimsə hara satmaq. Qarabağ artıq Qarabağdır. Qarabağ bir brenddir. Bizim üçün, üstəlik Avropada da artıq Qarabağı azdan çoxdan tanıyırlar ki, ən azı Chelsea-lə heç-dən sonra daha çox tanımağa başladılar. Bundan sonra da deyir ki, gərək səncə elə eləyəsən ki, sənə hörmət eləsinlər. Bax, Qarabağ onu eləyir. Eləyir, hələ də eləyir. Eləyir həm də. Gözləmək lazımdır. Bir şey qalıb ki, Avropanın top klublarına da bir futbolçu satsın. Məsələn, Juninho-da bu gerçəkləşə bilərdi. Ən azından top 5-likdən bir Sevilla'ya göndərmək olardı Juninho-nu. Olmadı, istəmədi Juninho-nun özü, amma Kochalskini bəlkə göndərmək olar. Yayda, yenə deyirəm, qışda göndərmək olmaz. Qışda göndərsək bəlkə də səhv etmiş olarıq. Çünki sabah Buntiç Kochalski səviyyəsində deyil. Sabah məsələn Liverpool'la Eintracht Frankfurt'la oyunlarda bizə kömək eləsin. Yer gəlmişkən yanvarın sonunda da hər iki oyunda. Sonra inşallah ki, qismətdə məncə 24-yə düşmək də var ki, 24-yə düşəndən sonra bilməyəcək rəqib kimdir. Onlarla oyunlar var. Yəni bax bu, yəni Qarabağa kömək lazımdır. Bugün məncə Qarabağ getməsəm də yanvarda Kochalskini göndərməyə. Yay yaxşıdır. Əgər getmək istəyirsə, yaxşı yol. Gedəni zaten saxlamırlar. Qurbanov da bunu dəfələrlə isbatlayıb. Endlovu yadıma gəlir də, yəni çox yaxşıdır. Adam getmək istəyirdi, dedilər qardaş, sağ-salamat. Yəni ona görə deyirəm, yaya qədər gözləmək lazımdır. Qarabağ onun yerinə daha yaxşı qapıçı gətirə bilər. Bundan əvvəl Lunyov var idi. Kochalski gələndə biz onu o qədər bəyənmirdik. Misal üçün Lunyov, mənim üçün doğrudan Lunyov Kochalskidən daha yaxşı idi. İndi hərənin öz fikri var, mən də şəxsi fikrimi deyirəm. Deyirsən gedəni saxlamazlar. Elə qalanı da saxlayarlar komandada. Qurbanov artıq ancaq ona qədər Günay, çox xahiş edirəm, bir şey də deyim. Biz məsələn hər dəfə verilişdə Qarabağın hansısa futbolçusuyla bağlı müzakirələr aparırıq. Çox vaxt aparırıq. Yox, yəni əslində maraqlıdır. Sadəcə nə demək istəyirəm? Məsəl üçün hər dəfədə əcnəbi futbolçudan gedir söhbət. Məsələn Avropanın filan klubu onu istəyir, nə bilim filan. Mən çox istəyirəm ki,
Bir gündə burada, bu studiyada oturaq hansı Azərbaycanlı futbolçunu Bəzən Napoli istəyir və yaxud da Flamengo istəyir, Sevilla istəyir deyək. Manchester City istəyir deyək. Bəzən Azərbaycanlı futbolçularla bağlı söz-söhbətlər yaranır ki, Avropa klublarından təkliflər var. Bəhlul Mustafazadəsi olsun, Toralı olsun və ya Nəriman Axundzadəsi olsun. Lakin buna elə keçən dəfə fikir vermişdim ki, Elvin Cəfərquliyev və ya Bəhlul özü mediaya açıqlamasında bildirir ki, mənim menecerimə mənə bildirilməyib bu təkliflər. Yəni bilməm, bəlkə mediaya bildirmirlər, açıqlamırlar. Ya, inan mənə ki, ciddi bir şey olsa, çoxdan artıq onu necə deyim, bütün manşetlər, yəni böyük qəzetlər deyim, saytlar deyim, onu tirajlamışdılar həmin o xəbəri. Həqiqətən bizim bu günləri elə bir xəbərə yox, transferə ehtiyacımız var. Çox istəyirəm ki, biz artıq Yankoviç, Leandro Andrade, Kohalski, nə bilim canım sən desin, bu əcnəbi sevdasını qoyaq. Başa düşürəm, özümüz, bunlar da bizimki artıq gəliblər, deyir, su girdi qaba, oldu içməli. Bunlar da artıq bizimkilərdir. Ancaq mən öz mümküləri istəyirəm ki, Azərbaycanlı necə ki, qonşu ölkələrdə futbolçular gedirlər, Avropada duruş gətirirlər, böyük klublarda oynayırlar. Mən istəyirəm ki, mənim də futbolçum getsin. Bax, misal, Xusanov, bəlkə də indiyə kimi kim hara getmişdi, məni o qədər maraqlandırmamışdı, açığı. Xusanovun City'yə getməyi, o da qardaşımızdır, özbəydir. Xusanovun City'yə getməyi məni nə qədər sevindimsə, bir o qədər də qıcıqlandım. Mən istəyirəm ki, bizdə Qarabağ artıq başqa səviyyədədir. Yaxşı, başqa klubumuzdan gedə bilmir. Heç olmasa Qarabağ ki, Avropa səhnəsindədir. Çempionlar Liqasında oynayır. Bax, bu Elvin Cəfərquliyevin misal üçün məncə ən yaxşı mövsümünü oynayır. Elvin Cəfərquliyev. Bax, olmaz ki, misal yanvarda və yaxud da yayda Elvin üçün mən nəsə buna daha çox inanıram. Bunu daha çox istəyirəm. İnanmağı qoymuşam bir qırağa. İnanmaq haqqında düşünmək belə istəmirəm. Mən çox istəyirəm ki, geçsin də qardaş, buradan da nə olar ki, gedin Avropada oynayın, biz də heç olmasa bir dilimiz olsun da danışmağa. Razılaşıram, gün o gün olsun ki, Fabrizio Romano Azərbaycanlı futbol, orada Azərbaycan bayrağının da şəkli olan bir paylaşma eləsin. Juninho da eləmişdi. Azərbaycanlı futbolçulardan danışsın, bəhs eləsin. Qarabağla bağlı bu məsələni də diqqətə çatdıracağam. Ötən Misli Premyer Liqasında Kərvan Yevlaxa qarşı oyundan sonra Qurban Qurbanov 800-cü oyununu keçirmiş oldu Qarabağda. Dəhşətli bir rəqəmdir mənə görə. Yəni yaxşı mənada dəhşətli bir rəqəmdir. İnanmaq olmur. Həqiqətən, yəni bax, bu əslində o 800 necə deyim sən, sıradan bir rəqəm deyil ha. Baş məşqçilər, nəinki baş məşqçilər, heç futbolçular belə o rəqəmə gəlib çata bilmirlər. Amma baş məşqçilərin də indi hər il hər mövsüm demək olar ki, komandalardan göndərildiyi bir vaxtlardayıq. Təkcə Azərbaycanda yox, eyni zamanda dünya futbolunda da. Lakin Qurban Qurbanov və Qarabağ tandemi hələ də təşkil edir. Bu həm də bizə nəyə işarədir? Bu ona işarədir ki, o 800 rəqəmi. Bu ona işarədir ki, əziz klublar, digər klublar, baxın, uğur qazanmaq üçün nəyisə köklənmək lazımdır. Bir yerdən başlamaq lazımdır. Nümunədir Qurban Qurbanov. Qarabağ. Bütün Azərbaycan futbolu üçün yox, hətta mən qardaş Türkiyədə, nə bilim Rusiyada, nə bilim elə İranda, nə qədər yaxın ölkələr, bunların hamısı üçün nümunədir. Adam artıq illərdir Qarabağdadır. Adama inandılar, güvəndilər və bu gün bir sistem qurdular və həmin o sistemin sayəsində gəlib bu gün bu yerlərə çatıb. Qurban Qurbanov artıq 800 özü də nə qədər baxma, nə qədər Qurban müəllimdə biraz təvəzzükar adamdır. Nə qədər desə də ki, yox mənim şu rəqəmlərlə mən baxmıram elə şeylərə. Bir insandır. Hamı istəyir ki, maraqlı, uğurlu karyerası olsun. Özü də dilinə dedi ki, 800, yəni 1000 niyə olmasın. Razıyam. Yəni mən Qurban Qurbanov minə də inşallah çatacaq ki, mən buna əminəm. Uğurlar arzulayıram. Qurban Qurbanov doğrudan bugün heykəli qoyulası. Yəni futbol mütəxəssisidir. Deyir ki, mənə heykəl qoymayın. Deyir, təvazökar adam, o heç vaxt deməz. Deməz ki, eləyin, ancaq baxma, insandır. Bu günləri, necə deyim, kimin şeir idi? Sağlığında qiymət verin insanlara, hə? Belə bir şeir var idi da, yəni, müəllifin adı yadından çıxıb. Ancaq həqiqətən Qurban Qurbanov buna haqq eləyir, layiqdir adam. Azərbaycan futbolu üçün elədiklərin bəlkə bundan sonra 20 il, 30 il, bəlkə də 50 il sonra
heç kim eləməyəcək. Yəni bunu burada deyirəm, nöqtəni də qoyuram, imzamı da altından. Qarabağla elə bu nöqtədən sonra da vidalaşırıq, yekunlaşdırırıq və keçid edirik Neftçi komandasına. Neftçinin hələ ki baş məşqçi vəzifəsində kimin olacağı bəlli deyil. Mövsümün gedişatında bəlkə də qış ola bilsin ki, dekabrın sonundan müəyyənləşər. Hələ ki qeyri-müəyyəndir baş məşqçi vəzifəsi. Amma bəlkə də bir məsələsi müəyyəndir ki, artıq mövsüm getdi Neftçi üçün deyə bilərikmi? Çünki Azərbaycan kubokunda artıq 4-1 finala yüksəlmədi komanda. 8-1 finalda Zirəyə məğlub oldu. Əlavə vaxtda 2-1 hesabı ilə Zirənin qələbəsi qeydə alındı və artıq Azərbaycan kuboku yoxdur. Avrokuboklara çıxış imkanı isə misli Premyer Liqasında çox çətin olacaq. Şans var, ancaq bu çətin görünür. Türklər demişkən, maalesef biz hardan hara gəldik? Bax, indiki söhbətimizdə. Bir tərəfdə Qarabağın parıldayan ulduzu var. Bir tərəfdən də sönmüş ulduz, Neftçinin ulduzu. Hesabatlarda statistikalar olur, yuxarı aşağı. Yəni çox təəssüf eləyirəm Neftçinin hazırki vəziyyətinə. Çox təəssüfləri. Çox heyf, ay Neftçi səndən. Sən bilsəydin ki, o kişilər var idi o vaxtı. O şortik dizə kimi, köynəyin qolu barmaqlarının ucuna kimi geyinib ki, voleybol topunu oxşayan topla at oynadırdılar meydanda. Həmin o kişilərə heyf onların əziyyətindən. Onlar bilsəydilər ki, bugün Neftçi bax bu vəziyyətdə olacaq. Onlar inandırım səni gedib, nə bilim, biri ayaqqabı təmir eləyərdi, biri nə bilim dərzi olardı, futbola getməzlər, ümumiyyətlə oynamazdılar. Doğrudan çox Azərbaycan futbolunun adı yox, özü deyə Neftçi. Neftçinin gününə bax da. Vincent Abbakarı gətirəndə bəlkə də hamının ağlında o Neftçinin son çempion olduğu mövsüm gəlmişdi. O zamanlarda da Keisuke Honda komandaya gələndən sonra nəticəsi çempionluqla nəticələnmişdi. Yenə Samir Abbasov, ulduz bir futbolçu, yenə Abubakar, yenə Samir Abbasov. Bəlkə fikirləşirdik komanda, bəlkə mövsümün gedişatında nə isə eləmək olar, lakin artıq birinci dövrədən sonra o ümidlər sönməyə başlamışdı komandanın oyunlarından sonra. Görəsən Vincent Abubakar indi nə fikirləşir? Özü də milli komandaya da dəvət almayıb. Kamerun millisinə. Ondan başqa Onanla da çağırmayıblar. Trabzonspordan maraqlıdır. Türkiyə və Azərbaycan yəni yeri gələndə Türkiyə Super Liqası, özü Trabzonspor, niyə onu çağırmayıblar? Nəysə, mən oralara gedib çıxmaq istəmirəm. Trabzonsporlular çox sevinirlər son derbidən sonra, nəticəsindən sonra. Nəysə, oralara getməyək, gəl özümüzdən danışaq. Həqiqətən Abbakar gələndə artıq bir Neftçinin azarkeşlərinə bir ümid vermişdi. Oxşuyurdu. Honda gəldi, çempion oldular. Abbakar gəlib çempion ola bilərikmi deyə böyük bir sual. Yenə də baş məşqçi postunda Samir Abbasov falan filan, ancaq komanda hazırda hardadır. Və yəni qardaşlar, çox xahiş edirəm, biraz tələsin. Nəyə gözləyirsiniz siz? Yəni biz nə vaxta qədər oturub gözləyək? Komandanın baş məşqçisi yoxdur. Qardaş, bu region liqasının hansısa klubu deyil, bu Neftçidir. Yəni doğrudanmı yəni bu haqda heç fikirləşmirsiniz? Ola bilər Neftçi klubunun sükan arxasında oturan o əcnəbilər var, əcnəbilər ki var, onları maraqlandırmır. Ancaq bəs özümüzünkülər nə fikirləşirsiniz ümumiyyətlə uşaqlar? Yəni həqiqətənmi bu qədər çətindir bu gün normal bir baş məşqçi gətirmək komandanın sükan arxasına? arxasına? Adları əcnəbilərlə hallanır. Son olaraq ötən həftələrdə Yuri Vernidubla hallanırdı. O da gerçəkləşmədi. Komandasında qalacağı bildirildi və bundan əlavə təzəlikcə də Viktor Gonçarenko ilə adı hallanır. CSKA-nın sabiq baş məşqçisi. Vernidub deyirlər. Vernidubun onlarda o müharibəyə görə Ukraynada 60 yaşı olmamış, yəni vətəndaşların ölkədən çıxışı biraz yəni yasaq deyirlər də, hə? Ancaq yəni bu adamın da 60 yaşı olur yanvarın səhv eləmirəmsə 22-si. Biz 22-sinə kimi oturaq gözləyək. Yəni Vernidubla Gonçarenkodan başqa adam yoxdur. Yanvarın 22-si. Yanvarın 22-si, hə. Biz 22-si deyildi. Yəni biz ay Günay, biz nə vaxta kimi oturaq gözləyək? Bizim vaxtımız yoxdur. Bizim Neftçinin qatarı çoxdan gedib. Biz bundan sonra nə qədər vaxt gözləyək? Heçmi yəni bu ölkədə futbolu bilən adam yoxdur. Yəni məni yandıran budur. Yoxdurmu yəni bir nəfər çıxsın, Neftçini götürsün çiyninə, desin ki, qardaş mənlikdir. Mən dedim axı bu ölkənin futbolunun yox, ölkə futbolunun adı deyə Neftçi belə vəziyyətdə olmamalıdır. Mən
Nə vaxta qədər bu bizə Neftçi ayağa qalxmayınca Azərbaycanda futbol olmayacaq. Başa düşürsən? Yəni ayağa qalxıb iri addımlarla addımlayıb Qarabağın əlindən tutmalıdır, uzun bir yola çıxmalıdırlar. Ondan sonra Azərbaycan futbolu dirçələcək yox. Bizə nə edəcək? İnan mənə Avropada hər il 2 dənə klubumuz Avrokuboklarda əsas mərhələdə oynasa, bizə necə yəni futbolu qazanarıq yenidən. Var da kim deyir o yoxdur futbol Azərbaycanda? Var, valla var, futbolçu da var, futbol da var. Sadəcə yenə deyirəm, işə yanaşmanı dəyişmək lazımdır, futbola baxışımızı dəyişmək lazımdır. Qarabağ nümunəsi var, biraz kiməsə necə deyim, güvənmək lazımdır. Elə adama güvənmək lazımdır ki, bunu artıq seçimi siz eləməlisiniz, biz yox. Sən icazə verirsən, mən gəlim sənin üçün məşqçi seçim. Biz gördük də, nə bilim, Regi Kampf'ın gördüyü, Adrian Mutus'un gördüyü, sonra Serb gəlmişdi bir dənə yadından çıxıb. Görürsən, yadından çıxıb niyə deyirəm? Çünki elə adamlar gətiriblər ki, indiyə kimi. Atları da yadda qalmır. Regi Kampf gəlməyənə qədər, vallah mən onun adını eşitməmişdim içərdə. Başlayın da tələsin qardaşlar, biz artıq 2025'i yola salırıq, 2026 gəlir. Neftçi ölkə kubokunda mübarizəni dayandırıb, ölkə çempionatında da acınacaqlı vəziyyətdədir. 8-dədir, 7-dədir, bilmirəm. Yəni 12 dənə komanda arasında Neftçini turnir cədvəlində gərək lupa ilə axtarıb tapasan. Heç olmasa bu klubun o stajlı azarkeşlərinə hörmət eləyin. Özünüzə hörmət eləmirsinizsə. Verilişimizin sonuna çox az dəqiqələr qalıb və bu müddətdə çox istəyərdim ki, Azərbaycan kubokunda bu həftə baş tutan və bugün də baş tutacaq son qarşılaşmalara bir nəzər salaq, nəticələri də diqqətə çatdırım. Dünən Şaxtar Qusar Turantovuz qarşılaşması keçirildi və daha doğrusu sırağa gün keçirildi. Bu qarşılaşmadan Turantovuz 2-1 hesablı qələbə qazandı və növbəti mərhələyə 4-1 finala adlamış oldu. Zirəni az öncə dediyimiz kimi Neftçini məğlub eləyərək mərhələ adladı. Burada hesaba bir düzəliş eləyəcəm. Az öncə 1-2 hesabı demişdim, lakin 1-0 hesabı ilə Zirə qalib gəlib Ağqaralara. İmişli Sabah qarşılaşması dünən 1-2 hesabı ilə Sabahın qələbəsi ilə yekunlaşdı. Orada da bir əslində müzakirəli bir penalti epizodu var idi. Verilişimizin sonuna çox az qalıb. Şamaxı və Sporting komandaları arasında keçirilən qarşılaşmada Şamaxı mərhələni keçdi. Düzdür, oyundan sonra keçirilən mətbuat konferansında Ayxan Abbasov demişdi ki, Kərvan Yevlax yoxsa Qarabağla qarşılaşmaq istəyərdi. Gülə-gülə. Bəli, Kərvan Yevlaxı söyləmişdi. Lakin Qarabağla qarşılaşacaqlar. Qarabağda Kərvan Yevlaxı 3-0 hesabı ilə. Maraqlı oyunlardan biri də bu dəqiqə keçirilir. Qəbələ Şəfa oyunudur. Mən Şəfanı çox istəyirəm ki, Premier Liqaya gəlsin. Nəsə o kluba bir başqa bir simpatiya var. Bilsən necədir? Səbahi gəldi, getdi, heç nə eləmədi də. Şəfanı, bilmirəm, adamı elə bir çağırır da. Bizə yeni bir ada bir ehtiyac var çempionatda. Şəfanın prezidenti əslində bizim saytımıza da müsahibə vermişdi. Deyir ki, biz Qarabağla mübarizə aparacaq bir komanda formalaşdırmaq istəyirik. Bizim rəqibimiz Qarabağdır, yəni. Mən buna çox inanmaq istəyirəm. Elgiz müəllimdir də, səhv eləmirəmsə, klubun baş məşqçisi, o da klubun baş məşqçisi Elgiz müəllim də Nazim Əliyevin oğludur. Nazim Əliyev Azərbaycan çempionatının bombardiri də olub, mənim məşqçim də olub Sumqayıtda. Həm gözəl insandır. Allahdan ona şəfa diləyirəm Nazim müəllimə. Elgiz də özü vaxtında yaxşı futbol oynayıb. Yəni aşağı yaş qruplarından ibarət səhv eləmirəmsə milli komandalarda da oynayırdı. Xaricdən təklifi də var idi o vaxtı. Sonra birdən-birə türklər demişkən kayboldu və eşitdik ki, bir gün Şəfa klubunun baş məşqçisidir. Və Şəfanı mən görürəm 1-ci liqada. İnan mənə, belə cani könüldən Şəfaya azarkeşlik eləyirəm ki, Şəfa gəlsin Premier Liqaya. Gəl Şəfa, gəl. Sən doğrudan bəlkə də Azərbaycan futbolunun elə şəfasısan sən. Gəl, bizi də nə bilim şəfalandır. Nə bilim, bilmirəm də necə ifadə eləyim cümlələri, ürəyim istəyən cümlələri doğrudan Şəfanı səbirsizlə gözləyirəm. Yaxşı transferlər də eləyiblər. Hətta birinci pillədə gedirlər, səhv eləmirəmsə, elə Səbaildəki işlər yolunu getmədiyinə görə orada baş məşqçi dəyişikliyi oldu. Adil Şükürov gəldi, Elvin Məmmədov əvəzlədi. Elvin Məmmədova da təəssüflənirəm. Məsəl üçün çox istəyərdim ki, o da gənc mütəxəssisdir. Onlar da işləmədilər hamısı. Yəni bu günləri onları qazanmaq lazımdır, itirmək yox. Bir də günün digər qarşılaşmalarına da nəzər salacağım. Araz Naxçıvan və Kəpəz komandaları üz-üzə gələcək. Burada əslində favorit komanda saat 7-də başlayacaq. Favorit komanda Araz Naxçıvan olaraq götürülür. Kəpəzin də cari mövsüm işləri Neftçi kimi yaxşı getmir. Tarixi klublarımızda vəziyyət. Yox, gəl indi bir şeyə məqama toxuna. Bax Kəpəz deyirsən, Kəpəz burada səhv eləmirəmsə Araz Naxçıvanı keçəndən sonra deyəsən Zirə ilə oynamalıdır. Səhv eləmirəmsə. Sən eşit, bax burada deyirəm bunu. Sən
eşitsən ki, Kəpəz hər ikisini məğlub eləyib, təəccüblənmə. Azər Bağırov bax hərdən deyirik, bax Samir Abbasov deyirdi mənə vaxt verin, vaxt verin. Azər Bağırov görsən nə elədi? Adam gəldi, gələn kimi Kəpəzi elə bil ki, diriltdi. Canlanma hissi olur, hə? İnan mənə Azər Bağırov Kəpəzlə şou göstərəcək hələ. Bunu qarşıdakı həftə müzakirə eləyərik. Nəticələr bəlli olandan sonra. Sevə-sevə. Bir də saat 7-də yenə Sumqayıtda bir qarşılaşma keçiriləcək. Difay Ağsu Sumqayıtla. Orada çətinlik çəkirəm favoriti deməyini də. Sumqayıt. Uğurlar arzulayıram bütün klublara. Bugün keçirilən qarşılaşmalar, keçiriləcək qarşılaşmalara, Azərbaycan kubokuna nəzər salmağa çalışdıq. Ola bilsin ki, Qarabağ və Neftçi komandalarına daha çox vaxt ayırmış olduq. Verilişimizin böyük bir hissəsi bu komandalarımıza getdi. Növbəti müzakirələrimizdə, növbəti verilişlərimizdə digər komandalarımızdan 100% daha çox danışacağıq. İnşallah sağ olun. Təşəkkürlər Orxan. Bugün gəldiyin üçün, maraqlı söhbətin üçün. Çox sağ ol Günay. Bir daha təşəkkür edirəm həm sənə, həm də bizə baxıb bizi izləyənlərə, bizi eşidənlərə təşəkkür edirəm ki, vaxtınızı ayırmısınız. Sağlam Radio 93 FM-dəydiniz. Əfsaydı dinlədiniz. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də yenə eyni vaxtda, eyni məkanda Əfsaydı düşməyi unutmayın. Hələlik.